Bugün səhər saatlarından etibarən kütləvi informasiya vasitələrində tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb. Məsələ ilə əlaqədar meyxanaçı Mehman Əhmədli ilə əlaqə saxladıq. O, deyilənlərin tamamilə əsassız olduğunu bildirdi. Adayxı bu yalandır. Bunu kim eləyir? Belə şey niyə eləyirlər ki? Səhər bu əlaqə saxlamışım Vahidlə. Deyir ki, mən özüm deyil, əlaqə çıxıb onlarla söhbətimi eləyəcəm. Bu yayan adamla. Bunu nə dərəcədə başları hardan yetişib ki, bir adam haqqında belə yalan məlumat yayırlar. Rusiyadadır, gəzir öz üçün, gedir işin gücünün dalıcıdır. Yağın birazdan özünə çıxıb çıxasın, nəsil deyəcək. Mənə neyma lazım, düz olsa deyərəm düzdür də. Çünki danışdıq da və çərəz dostumuz var Moskvada, çərəz ondan danışdıq. Orada hər bir dəddə gedir işin gücünün dalıcıdır, heç bir problem yoxdur. Meyxanaçının özü ilə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, cəhdimiz uğursuz oldu. Qeyd edək ki, tanınmış meyxanaçının sevgilisini bıçaqladığı haqda iddialar sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, o Rusiyada Ray adlı sevgilisinə 18 bıçaq zərbəsi vurub.